Ətir biznesində bir aya 1 milyon qazanmağın yollarını sizlərə açıqlayacağım əziz dostlar. Təbii ki, bu zarafatdır, belə şey mümkün deyil. Keçək əsas mövzumuza. Günümüzdə bir çox insanlar ətir sahəsinə daxil olur, qısa zamandan sonra bu sahədən uzaqlaşır. Görəsən problem ətir sahəsindədir, yoxsa yanaşmadadır? Toplantılar isə hər gün canlılar açır, ən ucuzu bizdədir deyir. Yeni biznesə başlayan insanlar da buna aldanaraq biznesə başlayırlar. Düşünürlər ucuz alım, baha satım, pul qazanım. İnsanların ətir sahəsindən məlumatı az olsa belə, amma keyfiyyət haqqında bəs qədər məlumatlıdırlar. Buna görə də bir müddətdən sonra öz sahələrində ziyana uğrayırlar. Düşünürlər ki, ucuz alım, baha satım. Yəni bir şey demək istəyirəm ki, ətir məhsul deyil, bir sənətdir. Sənətdən kənara düşüb pula fokuslananda isə artıq işləriniz məhv olmağa başlayır. Dostlar, əsl toplantılarsa müştəriyə hər bir şeyi düzgün şəkildə izah verir, müştəriyə düzgün strategiya qurmağı öyrədir, müştəriyə dəstək olur və ən əsası da keyfiyyətli məhsulları təqdim etməyi bacarır. Bizim də sizə tövsiyəmiz budur ki, çalışın ucuzluq axtarışında olmayın, çalışın daima keyfiyyət axtarışında olun.